Salam dəyərli izləyicilər. Üçbucaqlara aid sınağa baxacağıq. Deməli, birinci sualdan başlayaq. Birinci sualımız. Düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş median 6,5 sm, katetlərindən biri 12 olarsa, onun sahəsini tapın. Birinci biz nə edək? Bir dənə düzbucaqlı üçbucaq çəkək. Biz bilirik ki, düzbucaq təpəsindən, yəni üçbucağın hipotenuzuna çəkilmiş median, bu median 6,5 isə, yəni hipotenuzun yarısına bərabər. Burası da 6,5 olacaq. Yəni bu hissədə 6,5 olacaq. Onda hipotenuzumuz nə olacaq? 2 vur 6,5 13 sm olur. Katetlərindən biri də 12-dir. Məsələn, buranı da 12 götürsək, bizə sahəsini tap deyir. Digər kateti tapmalıyıq ki, sahəni tapa bilək. Yəni 12 kvadrat üstə gəl Pifaqor ədədləridir. X kvadratı bərabərdir 13 kvadratına. Pifaqor teoremini tətbiq edirik. Buradan 144 üstə gəl X kvadratı bərabərdir 169. X kvadratımız bərabərdir 169-dan 144 çıxanda 25. Bu da nədir? 5-in kvadratıdır. Yəni x'imiz alınır bərabərdir 5. Digər kateti tapdıq 5. Sahəni də necə tapırıq? Sahədə 12-ni vururuq x'ə, yəni x'imiz də 5-dir. Digər kateti tapdıq 5. Vururuq 5-ə. Bölürük 2-yə. Bu da bərabərdir 12 2-yə sarı getdi. 6 vur olsun 5 də bərabərdir 30 olacaq. Yəni sahəmiz olacaq 30 sm kvadratı. Yəni A variantı. Cavab A variantı olacaq. Çalışma 2. Misal 2-yə baxaq. Misal 2-də üçbucağın daxili bucaqlarından x-i 40 və 60 dərəcə olarsa, üçüncü daxili bucağını tapın. Yəni daxili bucaqların cəmi 180 dərəcə olduğuna görə 180 dərəcədən 40 dərəcə ilə 60 dərəcənin cəmini çıxanda üçüncü daxili bucağı alacağıq. Bu da bərabər olacaq 180 çıxılsın 100 dərəcə. 100 dərəcə bərabər olacaq 80 dərəcəyə. Açıq sual olduğuna görə yəni cavabımız olacaq 80 dərəcə 80 götürəcəyik. Deməli belə. Keçək üçüncü suala. Üçüncü sualda nə var? Bərabəryanlı üçbucaq çəkək birinci olaraq. Birinci olaraq, üçüncü sual, bərabəryanlı üçbucaq çəkək. Bərabəryanlı üçbucağın yan tərəfinə paralel olan orta xətt 5-dir. Bərabəryanlı üçbucaqdır, yan tərəfi paralel bir orta xətt çəkilir. Həmin orta xəttimiz nədir? 5-dir. Yəni, bu isə orta xətt isə belə olacaq. Burası da belə orta xəttdir. Yan tərəf, yəni bura A-dırsa, burada A-dır. Burada nədir? 2A-dır. Nəyə görə? Çünki bərabər yanlı üçbucaqdır. Yəni AB-miz bərabərdir BC-yə. Buradan orta xətt nədir? Paralel olduğu tərəfin yarısına bərabərdir. Yəni 2A bərabərdir burada. Nəyə? 10-a. 5-i, yəni 5 vur 2. 2 dəfə böyükdür. Yəni A-mız buradan bərabərdir. 5 eləyəcək. Yəni bu tərəf 10-dur, BC tərəfi. Onda AB tərəfimiz də 10 olacaq. 5 üstə gəl 5. Bizdən nəyi soruşur? Üçbucağın perimetri də nədir? 32-dir. Yəni 10 üstə gəl. Yan tərəflər 10 üstə gəl. Oturacaq da nədir? AC-dir. Bərabərdir ümumi perimetr 32 bərabərdir. Oturacağın uzunluğunu tapın deyir. Oturacaq da bizdə AC-dir. AC-miz bərabərdir 32-dən nə çıxacaq? 10-la 10-un cəmi 20-ni çıxacaq. Yəni 20. Bunu çıxacaq. Bərabərdir 12 sm olar. Yəni cavabımız olacaq 12 sm ilə qeyd edin. Keçək dördüncü suala. Dördüncü sualda. Bərabəryanlı üçbucağın təpə bucağı 80 olarsa, bu üçbucağın oturacaqla biçik bucağını tapın. Deməli, bərabəryanlı üçbucaqda oturacağı bitişik bucaqlar bərabərdir. Alfa alfadır. Yəni bərabəryanlı üçbucaq. Buralar bərabər olan. Yan tərəfləri bərabər olan üçbucaqda. Təpə bucağı da nə deyilir? 80 dərəcədir. 80-dir. Nə edəcəyik? 2 alfa üstə gəl. Daxili bucaqların cəmindən baxacağıq. 180 dərəcə bərabərdir. Buradan 2 alfamız bərabərdir. 180-dən 80 çıxanda, sağa keçəndə 80 çıxırıq. 100 dərəcə. Buradan alfamız bərabərdir. 100-ü 2-yə böləndə 50 dərəcə alınır. Deməli,
Oturacaqla bitişik bucağı nə olacaq? 50 dərəcə olacaq. 4-ün B bəndi uyğundur. Yəni B variantı olacaq. 5-ci suala keçək. 5-ci sualda 5-ci sualda yandakı şəklə əsasən ABC üçbucağında yandakı şəklə əsasən ABC üçbucağında AC-miz bərabərdir BC-yə. Deməli, bunun üzərində də baxa bilərik. Görək nə var? AC-miz BC-yə bunu çəkək birinci olaraq 5-ci sual. Çəkək görək. Belə bir bucağımız var. Aha. Təpə nöqtələrini qeyd eləyək. A, B, C. AC-miz yəni BC-yə bərabərdir. Bərabər yanlı üçbucaqdır. Buradan birbaşa yaza bilərik. Biz belə götürək. 110 dərəcədirmi? C təpəsindəki xarici bucağı 110 dərəcədir. B təpəsindəki xarici bucağı tapın. Yəni ikisi tapmaq lazımdır. Deməli 110 dərəcədirsə 110-un qonşusu yəni bucaq C, bucaq daha doğrusu ACB yəni daxili bucağı 180 çıxılsın 110 olarmı? Yəni qonşu bucaq olduğuna görə açıq bucağı çıxanda 70 dərəcə olacaq burası. 70 dərəcə. Biz də nə bilirik? AC tərəfi A desək, BC tərəfdə A olacaq. Yəni bu dəfə belə baxsaq, AC ilə BC bərabər yanlı olsa oturacaq kimi, yəni baxılır bizdə nəyə? O bir tərəf AB-yə. Həmin AB-yə bitişik. AB-yə bitişik. AB tərəfinə bitişik bucaqlar bərabər olacaq. Yəni alfa alfa olacaq burası. Buradan da 2 alfa üstə gəl 70 dərəcə. Nəyə bərabərdir? Buradan belə də baxa bilərik. Birbaşa da yaza bilərik oradan. Yenə də 180 dərəcə belə də yazmaq olar. Xarici bucağın xassəsinə görə də yaza bilərik. Buradan 2 alfamız bərabərdir 110 dərəcə. Yəni buradan aldıq. Elə alfa üstə gəl alfa xarici bucağın xassəsi də necə idi? Bir üçbucağın bir xarici bucağı yəni 110 dərəcə. Ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni 2 alfa. Alfamız olacaq 110-u 2-yə böləndə 55 dərəcə. Biz nə bilirik? Alfa üstə gəl x də nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Yəni cəm 180-dir. Alfamız 55 dərəcədir. 55 üstə gəl x bərabərdir 180. Oradan ikisimiz bərabərdir. 180-dən də 55-i çıxanda 125 dərəcə olar. Belə uşaqlar. 5-də C variantı olacaq. 6-cı sualı keçək. 6-cı sual. 6-cı sual. Üçbucağın orta xətti paralel olduğu tərəfdən 3,6 sm kiçikdir. Yəni üçbucaq çəkirik yenə. Üçbucaq. Orta xətt x-dirsə oturacaq nədir? Yəni paralel olduğu tərəf götürək 2x. Yəni üçbucağın orta xətti paralel olduğu tərəfdən 3,6 sm kiçikdir. Yəni 2x çıx x-imiz nədir? Elə həmin tərəf orta xətt onda 3,6-dır. Yəni 3,6 bu qədər kiçikdir. Yəni x-imiz nədir? Həmin orta xətt 3,6-dır. Sizdən nədir soruşur? Üçbucağın bu orta xətti ilə, yəni orta xəttimiz x-dir. Onun paralel olduğu tərəfdə ilə 2x-dir də. Bunların cəmini, tərəfinin uzunluqları cəmini tapın. Yəni 3x-i tapın deyir. Buradan da bərabərdir. X-i tapmışıq 3,6. 3 vur olsun. 3,6. O da eləyər bizdə neçə? 10,8 olacaq cavab. 10,8 santimetr. D variantı. Cavabımız belə olar. Keçək 7-ci suala. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri digərindən 4 dəfə böyük olarsa, böyük iti bucağı tapın. Deməli, düzbucaqlı üçbucaq çəkək. Düzbucaqlı üçbucaq çəkək. Biri digərindən iti bucaqlarından biri digərindən, yəni bura x-dirsə, burası 4x olar. Biri digərindən 4 dəfə böyük olarsa, böyük iti bucağı tapın. Biz nə bilirik? Düzbucaqlı üçbucaqda iti bucaqların cəmi nəyə bərabərdir? Yəni x ilə 4x-in cəmi nəyə bərabərdir? 90 dərəcəyə bərabərdir iti bucaqların cəmi. 4 dəfə böyük olarsa, 5x-imiz bərabərdir 90 dərəcə.
X'imiz bərabər 90-ı 5-ə böləndə 18 dərəcə alınır. Bizdən nəyi soruşur? Böyük iti bucağı tapın. Böyük iti bucağımız da 4x'tir. Oradan da 4 vurulsun. Yəni 4x demək 4 vur x deməkdir. 4 vur 18 dərəcə. Bərabər olacaq neçəyə? 72 dərəcəyə. Bu belə. B variantı. Keçək 8-ci suala. Keçək B 8-ci suala. Deməli. Hipotenuzu 25 olan düzbucaqlı üçbucaq çəkirik yenə. Düzbucaqlı üçbucaqlardan bir dənə sual düşür. Buraxılışda düşmə ehtimalı çoxdur. Hipotenuzu 25 cm, katetlərindən biri 15 olan düzbucaqlı üçbucağın o biri katetinin uzunluğunu tapın, yəni x. Bu da bizdə belə də baxa bilərik Pifaqor ədədlərinə görə də. Buna biz deyə bilərik 3k, bura deyə bilərik 5k. Onda nə olurdu? Pifaqor teoreminə görə x'imiz nə olurdu? 4k olurdu. Yəni buradan da k-nı tapsaq hər iki halda 5 olacaq. K-mız. Qısa qaydada belə tapmaq olar 5. 4 vurulsun 5, o da eləyər neçə? 20 olacaq. Digər katetimiz 20 olar, 8-də 20 olacaq. Amma ikinci, yəni bu 3k, 4k, 5k-nı bilməsək, necə tapacağıq? Kateti deyildi, 15 deyildi. Burada da hipotenuz 25 idi. Yəni 15 kvadratı, katetlərin kvadratları cəm Pifaqor teoreminə görə. Üstə gəl x-in kvadratı nəyə bərabər idi? Hipotenuzun, yəni 25-in kvadratına bərabər idi. X kvadratımız bərabərdir. Yəni 25-in kvadratı 625 edir. Çıxırıq 15-in kvadratını, yəni 225-i çıxırıq. O da bərabər olacaq neçəyə? 400-ə. 400 də bizdə 20-nin kvadratıdır. Yəni buradan çıxır yenə x-imiz bərabərdir 20 çıxacaq. Alınacaq. Keçək 9-cu suala. Silirəm buranı. 9-cu sual. Deməli. Verilmiş ABC üçbucağında AB-miz BC-yə bərabərdir. Yəni baxın. Bunun üzərində yazaq görək. Baxın belə bir şey götürək. AB-miz BC-yə bərabər şərti var. BC-miz onda nə qədərdir? 14 üstə gəl 2-də, burada 16 olacaq. Eləmi? AH-ımız BC-yə perpendikulyardır. BH 14-dür, HC-miz 2-dir, AC-nin uzunluğunu tap deyir. Deməli, AC-nin uzunluğunu tapmaq üçün buradan, yəni bu sualdan, 9-cu sualdan AH kvadratımız üstə gəl BH kvadratı bərabər olmalıdır AB kvadratına. Yəni, AH kvadratını tapaq, bərabər edək. Buradan AB kvadratımız 16 kvadratından çıxırıq nəyi? 14 kvadratını. O da bərabərdir 256 çıxılsın 196. O da bərabərdir 196 çıxanda 60 eləyir. Yəni, AH kvadratını saxlayaq 60. İndi bizə nəyi tapdir? AC-ni tapdir. AC kvadratımız nəyə bərabərdir? Düzbucaqlı üçbucağa görə baxsaq. Bu da düzbucaqlı üçbucaqda, yəni belə baxsaq. AHC. AHC. Yəni AH-ın kvadratı üstə gəlinə HC-nin kvadratıdır. Bərabərdir. Nə edəcəyik? AH kvadratımız 60-dır. Tapmışıq buradan. Yəni AH kvadratını nə tapdıq? 60 tapdıq biz. Buradan da üstə gəl HC də 2-dir. 2-nin kvadratı. O da bərabərdir. 60 üstə gəl 4. 64 eləyir. Yəni AC-miz nə olacaq? Kökdə 64 olacaq. Kökdə 64-dür, yəni 64 nəyin kvadratıdır deməkdir. Və bərabərdir 8 santimetr olar. Yəni C variantı. C variantı. Keçək 10-cu suala. Keçək 10-cu suala. 10-cu sualda ABC düz xətləri şəkildəki kimi kəsişir. X üstə gəl Y. Cəmini tapın. Deməli, bunlar nələrdir? Üçbucağın xarici nəyidir? Xarici bucaqları. Y-də xarici bucaqdır. X-də xarici bucaqdır. 71 də xarici bucağıdır. Yəni, 10-cu suala baxsaq. X üstə gəl, Y üstə gəl, 71 dərəcəmiz nəyə bərabər olacaq? Cəm 360 dərəcədir. Üçbucağın da xarici bucaqlarının cəmi.
Onda x üstə gəlir 2-miz nəyə bərabər olacaq? 360-dan çıxırıq nəyi? 71'i. O da bərabərdir. 71 çıxanda 289 dərəcə olacaq. Yəni B variantı olacaq cavab. Keçək 11-ci suala. 11-ci sualda ABC bərabər yanlı düzbucaqlı üçbucağında bucaq B 90 dərəcə. Yəni AC-miz də 6 kökdə 2-dir. Düzbucaqlı üçbucaqdır. Bərabər yanlı üçbucağın sahəsini tapın. Bura A desək, biz bilirik ki, bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz nədir? C A kökdə 2-yə bərabərdir. Yəni buradan da 6 kökdə 2-miz nəyə bərabərdir? A kökdə 2'ye, yəni katetin kökdə 2 misli. Bunlar getdi bizdə. A'mız nə qaldı? 6 qaldı. Sahəsini də tapsaq A vur A bölsün 2'dir. Yəni A kvadratı bölsün 2. O da bərabərdir 6 kvadratı bölü 2 bərabərdir 36. 36 bölü 2 eləyər 18 santimetr kvadratı. Yəni cavab olacaq 18. Belə. 12-ci çalışmaya keçək. Keçək 12-ci çalışmaya. Bərabər tərəfli üçbucağın sahəsi. Bərabər tərəfli üçbucağın sahəsini biz bilirik. İsbatını da verə bilərik. Baxın, isbatını da verək. Bərabər tərəfli üçbucağın daxili bucaqları, yəni düzgün üçbucağı da deyə bilərik. Bərabər tərəfli üçbucağı da deyə bilərik. Təpəsindən çəkilən hündürlük həm mediandır, həm tənböləndir. Daxili bucaqlar 60 dərəcədir. Tənbölən dedik, həm mediandır 30 dərəcə. Bura 30 dərəcə. Bu tərəf A-dırsa, bu tərəf A-dır. Bura 60 dərəcədir. Burada 60 dərəcədir. Deməli, yarıya bölür tərəfi. Burada A-da ümumi A bölü 2, A bölü 2'ye bölür. Deməli, düzbucaqlı üçbucaqda 30'un qarşısındakı bu katet hipotenuzun yarısına bərabər oldu mu? A'nın A bölü 2'ye. Bu H da nəyə bərabər olacaq? 60'ın qarşısındakı katet olacaq da. H nəyə bərabər olacaq? 60'ın yəni qarşısındakı katet nəyə bərabərdir? 30'un qarşısındakının, yəni 30'un qarşısındakı katetin kökdə 3 misli, yəni kökdə 3'ə vururdu. Pifagor terimindən alınır hamısı bərabərdir. Yəni A vurulur kökdə 3'ə, bölünür 2'yə. Bu bərabər tərəfli üçbucaqda hündürlüyün tapılmasıdır. Sahə düsturunu da tapsaq, sahə düsturumuz necədir? 2'də 1 vurulsun, ümumi yəni oturacaq A vurulsun H. Bərabərdir. Yəni həmin tərəfə çəkilmiş hündürlük. 2'də 1 vurulsun A vurulsun H'ımız da nədir? A kökdə 3 bölü 2. Biz isbatını da verdik. Bunun hardan alındığında. Buradan 2'ni 2'ye vuranda məxrəclər 4 olur. A'nı A'ya vuranda A kvadrat, bu da kökdə 3 yanında yazırıq. İndi bizə nə deyilir? Sahəsi nədir deyilir? Bərabər tərəfli üçbucağın sahəsi 12 kökdə 3'dür deyilir. 12 kökdə 3 yazaq. Kökdə 3'ə bölsək hər tərəf kökdə 3'lər gedir. Yəni A kvadratı bölsün 4'ümüz qalır nə? 12'ye bərabər. Oradan da A kvadratımız bərabər olan nəyə? 4 vur 12 48'ə bərabər olur. 48 olur. Bu belə saxlayaq. 48 A kvadratı bərabər 48'ə. 48'ə. Onun medianlarının kəsişmə nöqtəsindən tərəfinə qədər. Baxın, indi belə bir şey var bizdə. Tərəfinə qədər məsafəni. Buradan A-nı da tapaq. Yəni biz nə tapdıq? A kvadratını 48 tapdıq. Deməli, 48 tapmışıq. Buradan nə alınır? A-mız kökdə 48 alınır da, elə deyilmi? Yəni kök vurğulardan birini kök içərisi altından çıxaraq. Yəni kökdə 16 vur kökdə 3 şəklində yazaq. Və bərabər kökdə 16-dan, yəni 4 kökdə 3 olur. Kökdən 16-dan 4 çıxır. Bu da kökdə 3 şəklində yazırıq. Deməli, tərəfimiz oldu 4 kökdə 3. 4 kökdə 3. Tərəfimiz oldu, yəni A-mız oldu 4 kökdə 3 oldu. Tamam. 4 kökdə 3 oldu. İndi hündürlüyü tapaq görək. Hündürlüyü tapaq. Hündürlük də nə olacaq? Hündürlük. Nəyə görə tapırıq hündürlüyü? Hündürlük həm də mediandır axı. Medianlar kəsişəndə də indi belə yazaq. Buraları sileyim biraz. Baxın, bura fikir verin siz. Bura fikir verin.
Yəni hündürlük medianları biz nə edək? Bir dənə baxın. Medianları kəsişdirsək, yəni belə bir şey alınır da. Medianlar nə deyilir? Medianların kəsişmə nöqtəsindən tərəfinə qədər məsafə nə olar? Yəni burası K'dırsa, burası K'dırsa, bura 2K'dır. Yəni o haşımız 3K olacaq. Oradan K'nı tapmaq lazımdır. Başa düşdünüz? Yəni belə. H bərabər 3K. Haşımız da nədir? A kökdə 3 bölünsün 2'dir. Kökdə 3 böl 2. İndi biz aşağısını silək. Ya da belə eləyək ki, buranı silirəm. Bunu yazdınız yəqin ki. Başa düşdünüz. Bu hissəni silək. Bunları silirəm. Deməli, buradan h bərabərdir yazdıq. A kökdə 3. A kökdə 3 bölsün 2 bərabərdir 4 kökdə 3'ə. Deməli, hər tərəf kökdə 3'ə bölsək, A'mız nə olacaq? A'mız bərabər qalacaq. Daha doğrusu 4 kökdə 3 deyil. Burada A'mızdır 4 kökdə 3. A'mız 4 kökdə 3. A kökdə 3 bölü 2'dir. Bərabərdir. A'nı biz nə tapdıq? 4 kökdə 3 tapmışıq. 4 kökdə 3'ü vururuq kökdə 3'ə. Bölürük 2'yə. 4 ilə 2 ixtisar getdi. Qaldı bizdə 2. Kökdə 3'ü də kökdə 3'ü vuranda kökdə 9. O da 3 çıxır. Yəni 3 eləyər. 2 vur 3. O da bərabərdir. 6 oldu. Yəni hündürlüyümüz 6 oldu. Bizdən də K'nı soruşur. 3K bərabərdir 6'dır. Buradan da nə çıxır? K'mız da bərabər 6 bölü 3. Yəni 2 santimetr olacaq. Neçə santimetr olar? 2 santimetr olar. Yəni cavabımız 12'nin cavabı olacaq 2 santimetr. Medianların kəsişmə nöqtəsindən tərəfinə qədər məsafə 2 santimetr olar. Yəni medianların xassəsinə görə olur o da. Təpədən başlayaraq 2 böl 1 nisbətində bölünür. Həmçinin belə də buralarda 2K bölü K olacaq. Burada K, burada 2K olacaq. Bərabər tərəfli 3 bucaq olduğuna görə. Bu məsələnin həlli belə olacaq. Keçək 13-cü suala. 13-cü suala. Düzbucaqlı üçbucağın perimetri 24. İki bucaqlarından birinin 24 santimetrdir. Deməli, bir dənə düzbucaqlı üçbucağı çəkirik. Perimetri verilir 24 santimetr. İki bucaqlarından birinin tangensi də verilir %75. Baxaq. Perimetr. Buranı götürürəm C, buranı A götürəcəm. Buranı da B götürəcəm. Deməli, iki bucaqlarından birinin tangensini götürək. Bura alfa götürək. Tutaq ki, tangens alfa, tan alfa. Bərabər nəyə? Tangensimiz nədir? Tangensimiz qarşıdakı katedin bitişik katet nisbətidir. Yəni A'nın B'yə nisbətidir. Bərabərdir. Nəyə bərabərdir? %75'ə. Yəni 0,75'i biz kəsir, adi kəsir şəklində yazaq. Onluq kəsiriz. %75. Bu da ixtisar gedir 25'ə. Neçə qalır? 4'də 3 qalır. Yəni A'nın B'yə nisbəti 3'ün 4 nisbətindədir. Yəni A'mız onda 3K'dır. B'miz onda neçə K'dır? 4K'dır. C'miz də olacaq neçə? Pifagor ədədlərinə görə 5K olacaq. Perimetr də verilir. Perimetr də verilir bizə. Perimetr neçədir? 3K üstə gəl 4K üstə gəl 5K. Elədimi? Bərabərdir 24'ə. 24'ə bərabərdir. Buradan eləyir 7K üstə gəl 5K 12K bərabərdir 24. Buradan da K'mız olacaq. 24'ü 2'ye bölsək eləyir 2. K'mız 2 oldu. A'mız onda nə olacaq? A tərəfi 3 vurulsun 2. 6 olacaq bu tərəf A'mız. B'miz olacaq bizdə. B'miz olacaq bizdə. 4 vurulsun 2. 8 olacaq. C'miz də olacaq neçə? 5 vurulsun 2. 10. Yəni pitonsumuz da 10'dur. Həmin onun daxilinə, yəni həmin düzbucağının daxilinə çəkilmiş çevrənin radiusunu tapılır. Daxilinə çəkilmiş çevrənin radiusu necə tapılır? Katetləri toplayırıq və nəyi çıxırıq? Pitonuzu çıxırıq, bölürük 2'yə. Bərabərdir. A'nı tapmışıq 6, B'ni tapmışıq 8, C'ni də tapmışıq 10, çıxırıq və bölürük 2'yə. Bərabərdir. Bu da neçə eləyir? Bərabərdir.
6 üstə gəl 8, 14, 14 çıxılsın 10 eləyir 4. 4-ü 2 bölsək bərabər olacaq radiusumuz. Yəni daxilini çəkilmiş çevrin radiusu olacaq 2. Belə. Başa düşdünüz? Yəni belə misallar. Yəni cavab olacaq ki, daxilinə çəkilmiş çevrənin radiusu. Daxilinə çəkilmiş çevrin radiusu kiçik yerlə yazılır. Böyük çevrənin radiusunu da tapmaq istəsək, hipotenuzun yarısıdır. Yəni C bölü 2. O da ki 10 bölü 2'dir bu misal üçün. Yəni 5. Belə. Keçək biz 14-cü suala. Keçək biz 14-cü suala. Bərabər yanlı üçbucağın təpələrindən birindəki xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. Baxa görək 14-cü neçinci sual, 14-cü sual. Deməli 14-cü sual. Bərabər yanlı üçbucağı çəkək. Bərabər yanlı üçbucaqdır. Nə deyilir? Təpələrindən birindəki xarici bucaq. Təpələrindən birindəki xarici bucaq deyildikdə bu xarici bucaqlar həmişə bərabər olur. Çünki bərabər yanlıdır. Onda burası belə götürək də. Birindəki xarici bucaq daxili bucağından 4 dəfə kiçikdir. 4 dəfə kiçikdir. Bu üç bucağın daxili bucaqlarını tapın. Bərabər yanlı üç bucağın təpələrindən birindəki xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. 4 dəfə kiçikdir. Onda bərabər yanlı üçbucaq deyirik, kör bucaqlı üçbucaq şəklində yazmalıyıq. Götürək buranı. Birindəki xarici bucaq daxili bucağından 4 dəfə kiçikdir. Xarici bucaq kiçikdir 4 dəfə. Biraz bunu biz kör bucaqlı üçbucaq şəklində yazaq. Belə çəkək. Götürsək buranı, tutaq ki, buranı götürsək biz x. Birindəki xarici bucaq daxili bucağın 4 dəfə kiçikdir. Xarici bucaq daxili bucağından 4 dəfə kiçikdir. Deməli, belə yox. Deməli, elə olduğu kimi yazaq. Xarici bucaq, daxili bucaq. Tutaq ki, buranı götürək, daxili bucağından 4 dəfə kiçikdir. Xarici bucaq bizdə nə olacaq? Belə götürək də. Xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. Təpələrindəki birindəki xarici bucaq daxili bucağından 4 dəfə kiçikdir. 4 dəfə kiçikdir. Yəni burada xarici bucağı x götürsək, daxili bucağın 4 dəfə kiçik 4x olacaq da burası da. Avtomatik olaraq. Yəni kör bucaqlı üçbucaq şəklində saxlayardıq bunu. Burada gedir. Baxın, belə bir şeydir. Xarici bucaq. Bax, burası xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. Yəni x-dirsə burası 4x olacaq. Buradan 4x üstə gəl, x-imiz alınır bizdə. 180 dərəcə. 5x-imiz bərabərdir 180. X-imiz bərabər 185-ə böləndə 36 dərəcə olacaq. Bu üçbucağın daxili bucaqlarını tapın deyir. 4 vurulsun 36, burada 144 dərəcə olacaq. Təpə bucağı 180-dən 144-ü çıxanda 36, 36-nı da 2-yə bölsək, bura 18 dərəcə, bura 18 dərəcə olacaq. Yəni kiçik bucaqlar bərabərdir. Daxili bucaqlarını tapın 144, 144, 18, 18. Yəni bu halda ola bilər. Təpə bucağı 144 ola bilər. 15-ci sual. Keçək 15-ci suala. Baxaq.
Bərabər tərəfi üçbucağın medianların kəsişmə nöqtəsindən deyir tərəfə qədər olan məsafə, bayaqki məsafə. Yəni h bərabər nə yazdıq biz? 3k. Bayaqki misala baxın, 13-cü, 12-ci misalda yazdıq. H-ımız nə idi? A kökdə 3 bölsün neçə idi? 2 idi. Birbaşa yazaq bunu. Yəni bu medianların kəsişmə nöqtəsi tərəfə qədər olan məsafə. Yəni k-mız 4-dür. 3 vur 4. Olarsa üçbucağın sahəsini tapın. Buradan A kökdə 3 bölsün 2. Buradan nə alınır? A kökdə 3'ümüz yəni surətimiz alınır. 3 vur 4 vur 2 yəni burası bizdə 12 olacaq mı? 12'ni də 2'ye vuranda 24 alınır da. Buradan da A'mız nə olacaq? A'mız olacaq. 24 bölsün kökdə 3. O da bərabərdir. Kökdə 3'e vursaq hər tərəfi 24 vurulsun kökdə 3. Həm surət həm məxrəc. Kökdə 3'ü kökdə 3'e vuranda kökdə 3 kvadratı alınır. Kvadratla kök içərisi gedir 3 qalır. Burada da 24 nə alınır? Kökdə 3. 24'ü 3'e bölsək 8. O da ki 8 kökdə 3. 8 kökdə 3 alındı tərəf. Bu üçbucağın sahəsini tap deyir. Sahə də bərabərdir. A kvadratı kökdə 3 bölsün 2 şəklində tapılır. Bərabərdir A kvadratımız. Yəni 8 kökdə 3'ün ötərizə kvadratı vurulsun kökdə 3 böl 2. O da bərabərdir. 8'in kvadratı 64 eləyir. Vurulsun kökdə 3'ün də kvadratı 3 eləyir. Vurulsun kökdə 3 bölsün 2. Bərabərdir. Bərabərdir. 64 2'ye bölürük. 32 alınır. 32'ni 3'e vuranda 96. O da kökdə 3. Santimetrin nəyi? Kvadratı olacaq. Yəni sahəmiz olacaq nə qədər? 96 kökdə 3 santimetr kvadratı. 15'i yazdıq. 16'ya keçək. 16-cı suala keçək. 6. Deməli. Verilmiş ABC üçbucağının AM bərabərdir 5. Bərabərdir 5. Bunu buradan çəkək. Normal şəkildə yaxşı çəkək. Görək baxaq. AM. İşarələyək. A. Sonra B. M. C. AM'imiz 5'dir. Yəni üçbucaqda verilmiş ABC üçbucağında 5 santimetrdir AM. CN də 6 santimetr. CN bərabərdir 6 santimetr olan medianları perpendikulyardır. Bax, perpendikulyarlıq var. Bax, CN də burada şəkildə çəkilməyib, biz çəkəyim. Burada perpendikulyardır, medianlardır. CN mediandır bunlar, amma perpendikulyardır. Öz aralarında perpendikulyardır. Deməli, perpendikulyarlıq var bizdə. Burada 6'dır. Medianlar. Bunlar bərabər. Hissələr bərabərdir. Verilmiş ABC üçbucağında bunlar da bərabərdir. 5'dir. CN'imiz də 6'dır. Medianlar perpendikulyardır. Kəsişmə nöqtəsində necə bölünür? 3, yəni 2 böl 1 nisbətində bölünür. Onda 6'nı 3'e bölsək, yəni ümumi belə bir götürək də, bura 4 olacaq, bura 2. 2'nin, yəni 4'ün 2'yə nisbəti 2 böl 1 nisbətindədir. Burada 5 yazmıram, burada yazıram nə? 5 bölsün 3 olmayacaq, 5 böl 3. Yəni 2'yə vursaq 3'də 10 olacaq bu hissə. Yəni bu hissə 3'də 10. 3'də 10. Burası da nə olacaq? Yəni 3'də 5'də. 3'də 5. Bildiniz mi? Belə. Belə bir şey eləsək biz, medianı, məsələn, belə bir şey götürsək, bu hissədən belə də tapa bilərik. Baxaq, üçbucaq AMC-nin sahəsini də tapmaq olar. Yəni S üçbucaq AMC-nin sahəsini tapdıqdan sonra onu 2'yə vuranda ilə ümumi ABC-nin sahəsini tapmaq olar. Çünki nədir? Median neyini yer? Üçbucağı neyini yer? Üçbucağı. 2 bərabər sahəli üçbucağa ayırır. Yəni S bərabərdir. Oradan bilirik biz.
Onda 2 dənə düzbucaqlı üçbucaq alınıb burada. Bu yəni bunun sahəsi bərabərdir bizdə nəyə? 2-də 1, birinci tapaq. Bura O ilə işarə eləsək, baxın, O ilə işarə eləsək, üçbucaq AMC-ni tapaq, AMC-ni tapaq. Bərabərdir. S üçbucaq birinci AOC, AOC üstə gəl. S üçbucaq nə? OCM. Bərabərdir. Sahələrinə görə yazsaq biz 2-də 1 vurulsun. Yəni düzbucaqlı üçbucaqda perpendikulyar deyilib. Katetləri 3-də 10-dan 4-dür. Yəni 3-də 10 vurulsun neçə 4. Üstə gəl. Yəni düzbucaqlı üçbucağın sahəsi 2-də 1 vur. Katetlərin asili o da 2-də 1 vurulsun. Burada da katetlər 3-də 5 ilə neçədir? 4-dür. Vurulsun 4. Bu da bərabərdir. Burada 4 getdi ixtisar 2-yə. 2 qaldı. Burada 20 bölsün. 2-ni 10-a vuranda 20. 20 bölü 3. Üstə gəl. Buradan da 4 2-yə bölündü yenə 2. 5-i 2-yə vuranda 10. O da 10 bölsün 3. O da bərabərdir. Neçə alınır? 3-də 3-də. 20 üstə gəl 10. Yəni 30. 30-u da 3-ə böləndə ixtisar 2-də gedir burada. 30-u da 3-ə böləndə 10 alınır. Yəni bu AMC-nin sahəsinə bərabərdir 10 oldu. Yəni belə götürək də S deməmişik biz. Ümumi onda S üçbucaq ABC-nin yəni ABC-nin sahəsi nəyə bərabərdir? ABC-nin sahəsi nəyə bərabərdir? 2 isə, yəni 2 vurulsun nəyə? SAMC-yə. AMC-nin birini tapdıqda S-i. Yəni 10. Bu da bərabərdir 20 santimetr kvadratı olacaq cavabımız. 16 da belə olacaq. Keçək 17-ci suala. Keçək 17-ci suala. Deməli. Katetlərindən biri 4 cm, digər katetin hipotenuz üzərindəki proyeksiyası 1,8 cm olan düzbucağı üçbucağın sahəsi neçə santimetr kvadrat olar? Deməli, belə misalları biz necə edirik? Düzbucaqlı üçbucağı biraz bu formada çəksək daha yaxşı olardı. Yəni düzbucaq təpədə. Düzbucaq təpədə olacaq şəkildə çəksək daha yaxşı olar. Proyeksiya deyilir. Hipotenuz üzərindəki proyeksiyası. Proyeksiyası yəni düzbucaq təpəsinə hipotenuza hündürlük endiririk. Perpendikulyar. Katetlərindən biri 4-dür və digər katetlərin biri 4 cm. Bunu dedik. Digər katetdə budur da A kateti olsun. Hipotenuz üzərindəki proyeksiyası, yəni hipotenuz üzərindəki proyeksiya dedikdə bu nəzərdə tutulur. Kölgəsi, yəni düşəcək kölgəsi proyeksiya budur. 1,8 santimetrdir burası. Olan düzbucaqlı üçbucağın sahəsi neçə santimetr kvadrat olar? Deməli biz nə bilirik? 4'dür. Katetlərin biri 4'dür. Digər katetin hipotenuz üzərindəki proyeksiyası 1,8 olan düzbucağı üçbucağın sahəsi 2 cm kvadrat olar. Deməli belə bir sual. Belə bir sualımız var. Daha doğrusu düzbucağın sahəsi neçə santimetr kvadrat olar? Yəni sahəni tapmaq lazımdır. A, B, C götürək. Yəni S üçbucaq. Bucaq ABC-ni tapmalıyıq. ABC-ni tapaq. Deməli, bunun üçün biz hansı xassələrdən istifadə edirik? Belə bir şey eləyə bilərik əslində biz buradan 1,8-dirsə. Bura H yazsaq əgər, burada M yazsaq, M-i tapa bilərik biz. Nəyə əsasən? M necə tapılırdı? 4-ün proyeksiyasına görə. Bax, bu 4-ün kvadratı nəyə bərabərdir? Proyeksiya, yəni bu M. M vurulsun, ümumi M üstə gəl 1,8. Yəni hipotenuzda. 16 bərabərdir. Buradan da M-i M-ə vuranda M kvadratı üstə gəl. M-i vuranda 1,8 M. 1,8 M. Buradan da M-i tapsaq neçə eləyər? M burada deyəsən 3,2 eləyir. Buradan birbaşa tapsaq M-i 3,2 eləyər. Heç bunu yazmasaq. Bax. Bunu yazmayaq. 16 nəyin asilidir? 5-in 3,2 asilidir. 3,2-nin
Nəyə hasildir? 5'ə hasili. Yəni vurulsun 3,2 kvadrat təmliyi həll edib tapa bilərik oradan. Yəni m'imiz nə oldu bizdə? 2 oldu. 3,2 oldu. Yəni m də 3,2 olduğuna görə ümumi AC hipotenuzu olacaq neçəyə bərabər? 5'ə bərabər. Yəni 5'ə. 5'dirsə A'mız da olacaq neçə? 3. Sahə də neçə tapacağıq? 17'də sahə də olacaq. 2'də 1 vurulsun. 4 vur 3. Katillərin asili. 4'ü 2'ye bölsək. 2 qalır. 2'ni də 3'e vursaq 6 santimetr kvadratı olacaq cavabımız. Belə. Keçək 18-ci suala. 18-ci sual. 18-ci sual. Katetlərindən biri 15, digər katetin hipotenuz üzərindəki proyeksiyası 16 olan. Yenə də həmin biz qaydaq bura, biraz buralar silim. Bu 18-ci sual olacaq. Buraları siləcəm. Yenə bax. Nömrəsini də dəyişdirək. Misalın nömrəsi də olacaq neçə? 18. Diğer katetlərindən biri 15'dir. Diğer katetin birinin üzerindeki proyeksiyası 16'dır. Yani burası 16. Diğer katet A'dır. Cübcağı üçbucağın sahəsi yenə də buna esasen tapacağıq. Buranı da götürək M. Yenə də 15 kvadratı bərabərdir. M vurulsun. M üstəgəl 16 olacaq. Deməli M neçə alınır? Deyəsən burada 9 alınacaq. Buradan görünür də, yəni 9'un nəyə hasili? Yəni 225'dir də bərabərdir. 9'un vurulsun 9 üstə gəl 16 yazsaq 25 alınır. Bu da şərt ödəyir. M'imiz nədir? Onda 9'dur. M neçə olacaq? Yəni 9 yazdıq 18'də. Cübcağı sahəsini tapdıyır. Yenə sahəni tapacağıq. Sahə olacaq necə? 9 16'dırsa, yəni ümumi AC tərəfi. AC'miz olacaq onda 25. 25 olacaq. Və A'nı da tapsaq 25 kvadrat çıxılsın. A kvadrat daha doğrusu 25 kvadrat çıx. 15 kvadratı. Bu da eləyir yenə 20'nin kvadratına bərabər. Yəni 4 eləyir də 20 kvadratı. A'mız da olur 20. Buradan sahəni tapsaq 18'də. Sahəni tapsaq 2'də 1 vurulsun. Katetlər 15 ilə neçə? 20. 22'yə ixtisar edəndə 10 qalır. 10'u 15'e vuranda 150 santimetr kvadratı. Yəni 18'də cavab neçə olacaq? 150 olacaq deməli. Belə. Bu belə. Keçək biz 19-cu suala. 19-cu suala. Deməli baxaq. 19-cu sual. Oturacağı 16 olan bərabər yanlı üçbucağın təpə bucağı 120 dərəcə olarsa, yan tərəfini tapın. Oturacağı bizdə nədir? Bərabər yanlı bir üçbucağımız var. Buradan hündürlükdə indirək. Təpə bucağı 120-dirsə, bərabər yanlı üçbucaqda həm tənböləndir, hündürlük, həm də mediandır. 120-dirsə bura 60 olacaq. Bura da 60 olacaq. Oturacağın 16'dır, mediandır həm də. Bura 8, bura 8. Bura 30 dərəcə, bura 30 dərəcə olacaq. Deməli 60'ın qarşısındakı kadet. Bura biz deyək 30'un qarşısındakine A desək, yəni H desək. 30'un qarşısındakı H ise bura 2H olar mı? Bunda burası da H kökdə 3 olar mı? Bizə nəyi tapdıyır? Yan tərəfini tapdıyır. Yəni 2H tapdıyır. 2H tapmalıyıq biz. H'ı tapmalıyıq ki 2H tapa bilək. Buradan da H kökdə 3'ümüz nəyə bərabər oldu? 8'e bərabər oldu. Bizdən də H nə olacaq? 8 böl kökdə 3. 8 böl kökdə 3. Tapdıq. İndi H belədir. Bunu da məxrəci irəsanadan azad dilində 8 kökdə 3. Məxrəci kökdə 3'ə vursaq yenə. Məxrəci də 8 kökdə 3'ə vurmalıyıq.
Kökte 3'te 2h bərabərdir. 2'ni də vursaq biz 16 kökte 3 bölü 3. Cevabımız olacaq C variantı. Belə bu qədər. 20-ci suala baxaq. 20-ci sualda verilmiş ABC üçbucağında BD'miz 6, CD'miz 12 verilir. AB tərəfi 13'dür. Və AC'miz AD'ye bərabərdir. Yəni bu bərabər yanlı üçbucaqdır. Bərabərdir. Olarsa ABD üçbucağının sahəsini tapın. ABD üçbucağının sahəsini tapın. Bunu biz çəkək. Belə. 20-ci sual. 20-ci sual çəkək belə. Çəkək belə. Burası B, burası A, burası D, burası C. BD'miz 6. Biraz da belə çəkək. Deməli, BD 6'dır. DC'miz bizdə, CD'miz 12'dir. 12'dir. Və AB'miz də 13'tür. Tamam. 13'tür. 13'tür. AC'miz AD'ye bərabərdir. Baxın, bərabər yanlı üçbucaq alındı. Bərabərdir. Yəni AC A'dırsa AD də A'dır. AD də A'dır. Belə deyə bilərik. Bərabər yanlı üçbucaq alındı. ABD üçbucağının sahəsini tap. Bu sahəni tapmaq lazımdır. Tam belə bir hündürlük indirsək biz. Baxın. Belə bir şey eləyə bilərik biz. Ümumi belə götürsək. Baxaq. A təpəsindən BC təpəsinə hündürlük endirək. Bunu hündürlük indirsək. H. Hündürlüyü indirirəm. Yəni daha doğrusu DC'ye hündürlük çəkdim. DC'ye hündürlük çəkiləndə o hündürlük həm median olacaq, həm də tənbəlin olacaq. Yəni həm median olacaq. 12 bölünəcək yenə 6'ya. Burada 6 olacaq. Burada H götürsək. Buranı da H götürək. H götürək 6. 6 6'ya bölündü. Onda buradan ne alınır? Görürsük. Ne alınır? Buradan gördük mü 6 6. Buradan da A'mız nedir? Beraber yanlış üçbucaq alınır yenə də. Onda bu AD'miz də elə bil ki ABH'ın hündürlüyüdür. Belə götürsək. Daha doğrusu mediandır. Medianı görürsünüz. Baxın 6 6'ya beraber oldu. Buralar ne oldu? Bizde hamısı birbirine beraber oldu. Gördük mü? Böyle bir şeyi tapdıq. Burada A'mız nedir? Onda mediandır. Həmin bu üçbucağın medianı. Bu da beraber yanlıdır. Onda H'ımız ne olacak? Burada 13 olacak. Böyle götürsək də biz 13 çıxır da. Çünkü üçbucaq ABH'ımız ne oldu? ABH'ımız beraber yanlı. Çünkü ne oldu? Beraber yanlı üçbucaq. Beraber yanlı üçbucaq olduğuna göre A'mız da mediandır həmçinin. Mediandır. Median olanda bize neyi soruşur? ABD'nin sahəsini tap. S üçbucaq A B H dedik. ABD'miz beraberdir. 2'de 1 vurulsun. H'ımız ile AH olacak çünkü
körbucaqdır. Burada ADB'miz körbucaq olduğuna göre haricində yerləşəcək AH-ımız, hündürlüyümüz vur olsun. Tərəfimiz də oturacaqdır, yəni BD olacaq. Bərabərdir. Bərabər 2-də 1 vur olsun AH. AH tapdıq biz 13. Bərabər 13 bucaq olduğuna görə, çünki 6-6-ya bölünür medianlar. Olduğuna görə, yəni 13 13-ə bərabər olmalıdır. 13 vur olsun, sonra BD-miz də 6-dır. 6 bizdə 2-yə ixtisar gedir. Qalır 3. 3-ü də 13-ə vuranda eləyər neçə? 39. Yəni cavabımız olacaq 39. S bərabər də 39 santimetr kvadratımız olacaq. Belə. Keçək biz 21-ci suala. 21-ci suala keçək. Birinci sualımız nədir? 21-ci sual. Bir maraqlı sualımız var. 21-ci sual. 21-ci sual. Şəkili çəkək birinci olaraq. Şəkil çəkək belə. Belə bir şəklimiz var. Deməli, belə bir şəkil. B, burası N, burası M, burası C, burası A. Belə. Verilmiş şəkildə əsasən ABC üçbucağında BM 13-dür. BM 13. CM 27, CM 27 və ABC'miz ümumi, yəni ümumi üçbucağın sahəsi bizdə 200-dür. AM B-ni tap. AM nəyi tap? B-ni tap. Deməli, bura SABC-ni yazaq. SABC üçbucaq ABC bərabərdir 200-ə. 200-ə bərabərdir bu. Yəni 200-dür. Bizə nəyi tapdır? SAMB-ni tap. SAMB-ni tap. AMB-miz haradır? Yəni AMB-miz buranı tapmalıyıq. Deməli, ştrixlənmiş, rənglənmişsən tapmalıyıq. Deməli, baxaq görək burada nə tətbiq edə bilərik biz. Buradan çəkilən hündürlüklər, daha doğrusu CN ilə BAM nədir burada? Median ola bilərmi? Bunu biz bilmirik. Median deyil. Çünki orası BM 13, CM 27 verilib. Bucağında 27 verilib. Belə bir şey var. Sahələr nisbətinə görə biz baxa bilərik. Yəni ümumi S belə bir şey var da. Bucağı üçbucağı perpendikulyar yazılıb. Perpendikulyarlıqdan heç nə çıxmayacaq. Belə bir şey nəzərdə götürə bilərik. S ABM'in hündürlük eyni olacaq həmçinin. Yəni belə bir şey götürək, baxın. A təpəsindən BC-yə bir dənə hündürlük çəksəm əgər. Bu həm ABM-ə çəkilmiş hündürlük olacaq, yəni üçbucağın hündürlüyü, həm də ki AMC-yə çəkilmiş hündürlük olacaq. Yəni onda belə bir şey çıxır ki, SABM-in SAMC-yə nisbəti olacaq. ABM neçədir? Tərəf 13 deyil. 13-ün elə bil ki 27-yə nisbəti olacaq. Buradan götürsək S onda ABM-i götürürük biz nə? 13K. SAMC-ni də götürəcəyik biz nə? 27K. Bu ikisinin cəmi də nəyi verir? ABC-ni verir. ABC ümumi sahəni. Yəni 13K üstə gəl 27K-mız bərabərdir 200-ə. Buradan 40K-mız bərabərdir 200-ə. K-mız da bərabərdir 200-ü bölsək biz 40-a 5 olacaq. 5. K-nı 5 tapdıqdan sonra AMB ya da ABM fərqi yoxdur. 13K-dır. Oradan da SAMB bərabər olacaq nəyə?
13K yani 13 vur 5'e. Oradan da beraber olacağını neçəyə? 65'e. 65 santimetr kvadrata. Deməli belə 21-ci sualda belə yazdıq. Keçək 22-ci suala. 22-ci sualda ABCD dörtbucağısında AB'miz kökdə 73'tür. Kökdə 73. BC'miz 5'tir. CD'miz 2AD'ye bərabərdir. Yəni AD'ye x deyəndə CD'ye biz 2x deməliyik. Yəni CD 2AD'dən 2 dəfə böyükdür. AD'nin uzunluğunu tap. Biz belə bir şey bilirik ki, 2 dənə düzbucaqlı üçbucağımız var. Yəni AB yazdıqlarımız hal-hazırda katetlərdir. Burası da BD'miz də hipotenuzdur. Biz nəyi tapmalıyıq? AD'ni tapmalıyıq. Yəni AD'miz nədir? X'i tapmalıyıq. Çalışma 22 üçün. Biz nə bilirik? Pifaqor teoreminə görə yazacaq. Kökdə 73'ün kvadratı birinci ABD üçbucağına görə baxsaq. Üçbucaq ABD'yə görə baxsaq. Kökdə 73'ün kvadratı üstə gəlinə x'in kvadratı bərabərdir nəyə? Üçbucaq BCD'yə görə də baxsaq. Nədir? 5'in kvadratı üstə gəl. 5'in kvadratı üstə gəl. 2x'in mətrəzə kvadratı. Buradan nə alırıq? 73 üstə gəl x kvadrat. Bərabərdir 25 üstə gəl. 2'nin kvadratı 4. O da 4x kvadratı. Bu sağa keçir x kvadrat. 4x kvadratından x kvadrat çıxanda 3x kvadrat eləyir. Buradan 73'dən də 25 çıxanda eləyir necə? 48. Yəni 48 bərabər 3x kvadrat. X kvadratımız bərabərdir. 48'i 3'e bölsək. 48'i 3'e bölsək 16. X'imiz də bərabərdir. Neçə eləyər? Yəni AD'miz bərabər olur 4'ə. Kökdə 16 yəni. Bu da bərabərdir 4'ə. Yəni AD'miz nə tapdıq? 4 tapdıq. Tapmış olduk. Keçək 23-cü suala. Keçək 23-cü sual. Silək buranı. 23-cü suala keçək. Şəkillər əsasında fiqurun sahəsini tapın. Deməli, şəkil üzərində baxaq. 60 dərəcədir, 30 dərəcə verilir. Burası 10. Deməli, bura 90-da hündürlük göstərilir. Burada onda 60 dərəcə olarmı? Burada onda 30 dərəcə olar. Biz nə bilirik? 30 dərəcənin qarşısındakı katet, yəni hündürlüyümüz olacaq. Onun yarısı, yəni pitonuzun yarısı. Burası 5. Burası 5 olacaq. Burası 5 isə 60'ın qarşısındakı da elə bir 30'un qarşısındakı, yəni 5'in kökdə 3 misli olacaq. Pifaqor teoremindən də tapa bilərik. 5 kökdə 3 isə bu da bərabər yanlı üçbucaqdır. Burada 5 kökdə 3 olacaq. Biz də fiqurun sahəsini tapacağıq. Yəni üçbucağın sahəsi S bərabərdir. 2'də 1 vurulsun. H'ımız 5'dir. Hündürlük. Oturacaq nədir? 5 kökdə 3, 5 kökdə 3. Yəni 10 kökdə 3 olacaq. 12'ye bölünür. Qalır 5. 5'i də 5'e vuranda 25. O da kökdə 3 yanındakı. 25 kökdə 3 santimetr kvadratı. Yəni cavab olacaq 25. Keçək 24-cü suala. Keçək biz 24-cü suala. Deməli, uyğunluğu müəyyən, uyğunluq deyil. Üçbucaqda A'mız 12 olarsa 24'də A'mız 12. İndi yazaq bunları. Çəkək üçbucağı da. Çəkək üçbucağı. A tərəfi 12'dir, yəni burası 12'dir. Cavab B'miz burası 60 dərəcədir. Götürək. Sonra burası alfamız verilib 30 dərəcə, burasında 30 dərəcə götürək. Burada avtomatik olaraq nə olacaq? 90 dərəcə. Yəni düzbucaqlı üçbucaqdır. B'miz də B'ni tap deyir. 30'un qarşısındakı katet nədir? Baxın 30'un qarşısındakı katet oxundan göstəririk. 12'dirsə 90'ın qarşısındakı yəni hipotenuz nə olacaq? 12 vur 2 olacaqmı? Yəni kimisi 2 dəfə böyük olacaq da. Bu da eləyir 24. 60'ın qarşısındakı katet nə olacaq? 60'ın qarşısındakı katet, yəni bu tərəf B nəyə bərabər olur? Digər katetin. Digər katet nə idi? Onun kökdə 3 misli. 12'nin yəni kökdə 3 misli. 12 kökdə 3 olar. Yəni cavab olacaq Y variantı. Belə şey olur. Keçək biz 25-ci suala keçək. 25-ci sual. 25-ci sual. ABC üçbucağıdır. Üçbucağı çəkək birinci olaraq.
Təmbələn də verilib. Adi təmbələni verilib. Bucaq C-miz 90 dərəcə verilib. AB-miz 30 verilib. CD-nin DB nisbəti 3/5 nisbətində verilib. Deməli, bunları qeyd eləyək hamısını. Buradan da təmbələndə verilib. Təmbələn xassəsindən də istifadə edəcəyik biz. Deməli, üçbucaqda təmbələn xassəsi də var. Təmbələnd. Deməli, A, C, D, B, AB-miz 30 santimetrdir. Bucaq C 90 dərəcə, AD-miz təmbələndir və CD-nin DB-yə nisbəti verilir. Nə? 3-ün 5-ə nisbəti. Yəni, buranı 3K götürsək CD-ni, DB-ni götürməliyik 5K. Buradan təmbələnin xassəsinə də görə, buranı da A götürsək, əgər A götürsək, təmbələnin xassəsinə görə də A-nı da tapa bilərik biz. S üçbucaq ABC-ni tapdıyır. Yəni S üçbucaq ABC-ni tapmalıyıq. 2-də 1 vururuq A-ya, yəni katit A-dır, vurulsun. Sonra digər katitdə B-C-dir. Bunu tapmalıyıq. Bərabərdir. Birinci biz A-nı da tapaq, K-ları da tapaq. Nəyə əsasən? Düstura əsasən. Yəni təmbələn olduğuna görə. Təmbələnin xassəsi. A-nın 3K-yə nisbəti 30-un 5K-yə nisbətinə bərabər olacaq. A-nın 3K-yə nisbəti bərabər olacaq nəyə? 30-un da 5K-yə nisbətinə. Məxrəclərdə K-lar var. K-lar geçsin burada. Yəni deməli buradan çıxır ki, A-nın 3-ə nisbətinə qalır. 30-u 5-ə böləndə 6 qalır. Oradan A-mız da nə çıxır? Buradan da. Buradan da A-mız çıxdı nə? 3 vur 16, 3 vur 6, yəni 18. Digər K-da 18 tapdıq buranı. A-nı tapdıq neçə? Buranı 18 tapdıq. Deməli, 18 tapandan sonra BC kvadratı da nəyə bərabər olur? 30 kvadratı çıx. 18 kvadratı olmur. Yəni katitdə BC-ni tapırıq. Bərabərdir. 900-dən də çıxırıq. 324-ü. 18-in kvadratı. Bərabərdir. Oradan da alınır. 676. Bu da neçə eləyir? BC-miz də nə çıxır? Burada kökdə 676-dan da. Yəni bu da neçədir? 26-nın kvadratıdır. 26 kvadrat. Yəni BC-miz oldu neçə? Katitimiz 26. Yəni 2-də 1 vurulsun. A-mız oldu 18. 18 vurulsun. Bu da 26. Bərabərdir. 18 2-yə böləndə qalacaq 9. 9-u da biz nə inirik? 9 da buradan yazaq. 9 da vuraq 26-ya davamını. 26-ya vursa 9 dəfə 6 54. 5 yerdə 9 dəfə 2 18. 5 yerdə 23. Yəni 234 santimetr kvadratı olar. Deməli, bu qədər. Misallarımız bu qədərdir. Testlərimiz. Sağ olun, salamat qalın. Gələn görüşündək. Sağ olun.